Hörmətli valideynlər, bu videonu sizin üçün çəkirəm. Hansı ki 9-cu sinifdən 10-cu sinifə keçən uşaqlar üçün. Məsələn, 10-cu sinifə keçən uşağınız buraxılış balı 150 plus ola bilər, 200 plus ola bilər, 250 plus ola bilər. Bu videonu niyə çəkirəm? Çünki bəzi uşaqların nəticəsi valideynlərin ürək açan olur. Burada məqsəd nədir? Burada birinci faktor müəllim olmalıdır, ikinci faktor valideyn olmalıdır, üçüncü faktor uşaqdır. Yəni, nə demək istəyirəm? Məsələn, bir fizika müəllimi kimi bunu deməyə çalışıram ki, məsələn, uşağa izah edirsən ki, V bərabər S böl T bu surətin düsturudur, vahiddə metr böl saniyədir. Burada artıq 150 plus bal yığmış uşaq bunu başa düşmür. 200 plus bal yığan uşaq üçün bu risklidir. 250 plus bal yığan uşaq isə bunu əziyyət də olsa özü hardansa araşdırıb bunu tapacaq və öyrənəcək. Amma məsəl üçün uşağa izah eləyəndə ki, məsəl 2 saniyədə 10 metr yol gedən avtomobil 1 saniyədə neçə metr gedər, o tez deyəcək ki 5 metr. Sən ona desən cümləyə tərsinədir, yəni 5 metr neçə saniyəyə gedir? 1 saniyə. Onda deyirsən 5 metr bölək 1 saniyə. 1 olmasa da olar. Qalır nə? 5 metr böl saniyə. 5-i də çıxar kəsirin qabağına 5 metr böl saniyə. Yəni ondan sonra ona izah eləyirsən bəzi şeyləri başa düşdü. Tutalım ki, başa saldın ki, surət nədir? Surətin vahidi nədir? Burada 150 plus bal yığan uşağın valideyni nə etməlidir? Birinci növbədə, ən birinci növbədə o birinci sinif uşağına gedər evdən anası əlindən tutar, yazı yazdırar ki, ha. Yəni ona mütləq kömək lazımdır. Necə olursa olsun, yəni o öyrəndiyi heyf olmasın deyə və nəticəsini bir 50%, 50 plus faizə çatdırmaq istəyirsə, yəni mütləq ona dəstək olmalıdır ki, o öyrəndiyi dərsi mütləq köməklə inkişaf elətdirməlidir. Yoxsa onun tək özünə qalsa, yəni 5 fəndən hazırlıq, yəni buna zaman yetmir, proqram ağır, proqramı gətirib çatdırmaq lazımdır. Məsələn, bu izahı verdin, 150 plus bal yığmış uşağa mütləq dəstək və kömək lazımdır. 200 plus bal yığmış uşaq isə, burada artıq dəstəyə ehtiyac lazım deyil. Ona bir dənə nəzarət lazımdır ki, oturub vaxt ayırıb onu öyrənsin. Yəni kifayət qədər öyrənmək üçün vaxt lazımdır. Üçüncü 250 plus bal yığan uşaq üçün artıq rahat olacaq. Əziyyət çəkmədən öyrənəcək. Yəni yaxşı izah olandan sonra valideynin sadəcə nəzarəti kifayət eləyir ki, bu uşaq öyrənsin. Burada ən riskli qrup 150 plus olan qrupdur. Yəni o elmi izah olanda çox çətinlik çəkəcək və ona kömək də olsa onu başa düşə bilməyəcək. Amma yaxşı izahdan sonra, məsələn, yaxşı bir izah verdin, gedib ona kömək olmasa və kifayət qədər də vaxt sərf eləməsə, müəllim nə qədər yaxşı izah eləyir eləsin, müəllim nə qədər güclü izah verir versin, o uşaqdan güclü nəticə almaq, yəni çox çətin və mümkünsüz kimi az qala bir şeydir. Bu baxımdan 10-cu sinifə keçən uşaqlarınızda çox diqqətli olun. Yəni 10-cu sinifi öyrənmədə 11-də nə bilim öyrənər deyə də bir şey yoxdur. Çünki 11-ci sinifdə yenə deyirəm, proqram çox ağırdır. Çox sürətli şəkildə dərslər keçirilir və 150 plus bal yığmış uşaq o sürətli dərsdə nəsə anlamaq çox çətin olur. Yəni bu videonu mən indi hər fənnin öz xüsusiyyətləri var, öz çətinlik dərəcəsi var, öyrətmə metodikası var. Mən bu danışığı valideynlərə elədim ki, yəni o risk qrupunda olan 150 plus bal, 200 plus balda hətta 205, 210 olan valideynlər xüsusilə diqqət yetirsinlər belə şeylərə. Çünki sabah əziyyəti çəkən elə olardı. Sağ olun, salamat qalın.